İmam Əli əleyhissalamın belə bir kəlamı var. Nəhcül Bəlağədə 82-ci hikmətli kəlamlarda buyurur. Qalə İmamuna Ali əleyhissalam Əs-səbru minəl iman bimənzilətir rəs minəl cəsəd. Həzrət buyurur ki, səbr imanın başı kimidir. Başsız bədən olmadığı kimi səbirsiz iman da olmaz. Yəni, əgər biri mömin ola, məsələn, deyə iman əhli, amma səbirsiz ola, onun o imanı fayda verməz. Çünki mömin ki, həmişə sınaqdadır, sınaqda nə ilə mükafatlanır? Səbirlə. Ona görə İmam Əli əleyhissalam buyurur ki, səbr imanda o bədənin başa nisbətidir. Necə başsız bədən olunur, baş gedəndə bədən də gedir. Məsələn, digər üzvlər belə deyil. Əslində, baş bədənin bir hissəsidir. Necə əl, necə ayaq bədənin bir hissəsidir. Amma birinin qolu gedir, insan bütöv gedmir. Ayaq gedir, insan gedmir. Amma baş gedəndə insan da gedir. Səbr olmayanda imanın faydası olmaz. Səbirsizlik edərsən, nahaq danışarsan.